Salam, hər vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafiya işlərlərinə bölmə 2.1 yerin daxilində var mövzusun çalışmaların izahına baxacağıq. Birinci çalışmaya baxaq. Birinci çalışma A və B-yə bölünüb. Gəlin birinci çalışma şərtini oxuyaq. Şəkildən istifadə edərək yerin daxili quruluşuna aid tapşırıqlar yerinə yetirin. İndi isə A çalışmasına baxaq. Şəkildə qeyd edilən hərflərə uyğun gələn yer təbəqələrinin adlarını yazın. Gəlin yazaq. Baxın, birinci A təbəqəsinə uyğun gələcək yer qabığı, sonra B-yə uyğun gələcək üst mantiyə, daha sonra C-yə gələcək alt mantiyə, D-yə uyğun gələcək xarici nüvə, E-yə gələcək daxili nüvə. Dedik ki, A-ya uyğun gəldi, bir də təkrar A-ya uyğun gəldi yer qabığı, B-yə uyğun gəldi üst mantiyə, C-yə uyğun gəldi alt mantiyə, D-yə uyğun gəldi bizdə xarici nüvə, E-yə uyğun gəldi daxili nüvə. İndi gəlin B tapşırığına baxaq. Bizdə deyir ki, şəkildə yerin hərflərlə qeyd edilmiş qatlarına uyğun gələn xüsusiyyətlərinə birləşdirin. Bizdə burada qatlar verib, burada da məlumatlar verib. Biz bu məlumatları hansı qata uyğun olduğunu müəyyənləşdirməliyik. Gəlin oxuyaq. Kontinent və okean tipli olmaqlı iki hissədən ibarətdir. Baxın, bu fikir verir ki, A hardadır? Yer qabığındadır. Birinci tapşırıqda demişik ki, A yer qabığına uyğun gəlir. Ona görə birinci elə yer qabığına uyğun gələcək. Sonra əsasən dəmirdən ibarət və yüksək sıxlığa malikdir. Demişdi ki, baxın, yüksək sıxlıq sözünü görürüksə, bu daxili nüvə aid olacaq. Həmçinin dəmirdən ibarətdir. Xarici nüvə də dəmirdən ibarətdir. Lakin orada sıxlıq daxili nüvəyə nisbətən azdır. Ona görə bu Y-yə uyğun gələcək, yəni daxili nüvəyə uyğun gələcək. İkinci gəldi, uyğun gəldi. Dedik ki, daxili nüvə, yəni Y-yə uyğun gəldi. Qaynar qatı maye halında olmaq, qaynar qatı maddədə olan maqmadan təşkil olunmuşdur. Bu üst mantiyanın tərifidir. Üst mantiyada bilirik ki, maddələr qaynar maqma halındadır. Ona görə bu bizdə B-yə gedəcək. Üçüncü məlumat B-yə gedəcək. Daha sonra qalınlığı 1900 kilometrəyə yaxındır. Nüvənin üzərində yerləşir. Bu olacaq bizdə C-yə uyğun gələcək. Yəni alt mantiyaya uyğun gələcək. Ona görə də biz bunu C-yə uyğunlaşdırırıq. Daha sonra yer mərkəzində yerləşən təbəqənin üst hissəsidir. Yəni daxil və üst hissəsi xarici nüvədir. Ona görə də sonuncuya da D uyğun gələcək. Gəlin bir təkrarlayaq. Kontinent və okean tipli yer qabığı olmalı iki hissədən ibarət bir yer qabığına uyğun gələn A-ya. Daha sonra əsasən dəmirdən ibarət və yüksək sıxlığa malikdir. Bu daxil nüvə aiddir, yəni Y. Qaynar qatı maye halında olan maqmadan təşkil olunmuşdur. Bu B-yə uyğun gələcək üst mantiyaya. Daha sonra qalınlığı 1900 kilometrə yaxındır. Nüvənin üzərində yerləşir. Bu bizdə olacaq alt mantiya. Yəni alt mantiyanın qalınlığı bilirik ki, 1900 kilometrə yaxındır və nüvənin üzərində yerləşir. Daha sonra yerin mərkəzində yerləşən təbəqənin üst hissəsidir. Bu da D-yə uyğun gələcək, yəni xarici nüvəyə. Bu da oldu B tapşırığının cavabı. İkinci tapşırığa baxaq. Verilən xüsusiyyətlərə uyğun gələn sözlərin altına xətt çəkin. Gəl çəkək. Deyir ki, yer qabığında qranit qatı vardır. Biz bilirik ki, yer qabığında qranit qat yalnız kontinent, yəni kontinent tipli yer qabığında olur. Yəni bunun başqa adda materik tipli yer qabığı deyə bilərik biz buna. Yəni dedik ki, bu oldu burada kontinent tipli yer qabığı. Okean tipli yer qabığında bazalt və çökmə qatdan ibarətdir. Ona görə okeanı götürməyəcəyik. Daha sonra silisium, oksigen və dəmirdən ibarətdir. Bu mantiyə aid olacaq. Silisium, oksigen və dəmirdən ibarət qat mantiyadır. Nüvə demişdik ki, dəmir və nikeldən təşkil olunub. Ona görə nüvə olmayacaq. 2-də olacaq mantiyə. Daha sonra qatı, bu qat həm quruda, həm də okeanlar dibində vardır. Okeanlar həm quruda, həm okeanlarda olan iki qatımız mövcuddur. Bunlardan biri bazaltdır, biri də çökmə qatdır. Görək bunlardan hansı yazıb? Baxın, görürsünüz ki, bazalt qatı yazıb. Düzgün cavabımız burada olacaq, bazalt qatı. Həm okeanda, həm quruda bazalt və çökmə qat mövcuddur. Qranit qat yalnız demişdik, kontinent tipli yer qabığında mövcuddur. Ona görə qranit qat olmayacaq burada. Daha sonra yer qabığının ən qalın olduğu məntəqədir. Yer qabığında ən qalın məntəqələr demişik dağlarda olur. Bu da Everest dağında olacaq. Ən nazik hissə isə çökəklərdə olacaq. Bu da ən nazik hissəmiz isə Maria çökəkləridir. Bizdən qalını soruşduğu üçün biz burada Everest dağını götürəcəyik. 1-də oldu kontinent tipli yer qabığı, 2-də oldu mantiyə, 3-də oldu bazalt, 4-də oldu bizdə Everest dağı.
İndi isə üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda bizdə deyir ki, yerin 3D xəritəsində rəqəmlərinə qeyd edilən məntəqələrində cədvəldəki kimi qruplaşdırın. Gəlin qruplaşdıraq. Yer qabığı nazikdir, 5-10 km arasında dəyişir. 5-10 km arasında dəyişilirsə, bu okeanlara baxacaq. Əsasən okeanlarda bu özün bürünzə verir. Ona görə biz götürəcəyik burada okeanlarda 6-nı götürəcəyik, 2-ni götürəcəyik və 3-ü və 5-i götürəcəyik. Ona görə buraya yazacaq 2, 6, daha doğrusu kəsrə nə yazaq, daha uyğun görsənsin. 2, 3, 2, 3, 5, 6, 7 niyə götürmədim, onu biraz izah edəcəm sizə. Daha sonra dedik ki, daha sonra baxaq. Yer qabığında qalındır 30-70 km arasında. Qalın hissəli olacaq bizdə. Quruya baxacaq. Daha düzən və ortadağlıq ərazilərə baxacaq. Bu bizdə olacaq. Gəlin sırayla elə yazaq. Birinci 1-i götürək. 1. Daha sonra götürəcəyik biz 8-i. Fikir versədə düzənli ərazidə yerləşir. Daha sonra 9-u ortadağlı ərazidə yerləşir. Onu götürəcəyik. Bu da oldu bizdə ikincinin cavabı. Daha sonra yer qabığında qalınlığı minimumdur. Yəni 5 kilometrdən azdır. Bu bizdə olacaq Marian çökəli olacaq. Ona görə mən birincidə Marian çökəli götürmədim. Yer ən nazik təbəqəsidir. Burada oldu 3'e de oldu 7 km. Daha sonra baxaq. Yer qabığında maksimum qalınlıq 90 km bərabərdir. Bu da Everest dağına uyğun gəlir. Yəni 4. Sonuncuya da 4 yazdı. Yəni yadda saxlamaq lazımdır ki, yer qabığı ən nazik hissəsi Marian çökəlində, ən qalın hissəsi Everest dağındadır. Daha sonra 4-ə baxaq, 4-cü çalışmaya baxaq. Yer qabığında hərflərlə qeyd edilmiş qatların adlarını cədvəldə yaz. Gəlin yazaq. Okean tipli və kontinent tipli yer qabığını bizdən soruşur. Biz bilirik ki, kontinent tipli yer qabığında hər 3 qat mövcuddur. Okean tipli yer qabığında isə yalnız 2 qat mövcuddur. Gəl onları qeyd edək. Okeanda yalnız olacaq C və A, yəni bazalt qatı və çökmə qat. Ona görə yazırıq C və A. Gəl bizdən adı istəyir. Yəni C-yə yazsaq, biz yazarıq ki, bazalt. C-yə yazaq bazalt. A-ya da olacaq çökmə. Dedik ki, qranit qat okeanda mövcud deyil. Kontinent tipli yer qabığında hər üçü də mövcud olacaq. A-ya yazaq çökmə. B-yə yazaq qranit. C-yə də yazacaq nə? Bazalt qat. Bu qədər. Bir dərsin də sonuna gəldik. İnşallah gələn videolarda görüşənədək kanala abunə olmağı unutmayın. Hələlik.